Bismillahirrahmanirrahim. Ağa, Həzrət Abbasın nə danışıram, eyni vaqiyyətdə, eyni həqiqəti deyirəm biləcəm. Bir ilin 2 ay mən nənəmlə dədəm danışdırar. Biri Oğuzda namaz qılar həmişə, biri də Quran oxuyar əksərən. Mənim qəzamı gətirib bu Oğuzda verərlər. Demirəm, qəzamı verərlər. Bəli, qəzanı ki, danışmasan nənə də deyilən, xanavadənin başında olmasan nə lizzəti var. Bacım Zəncandan gəlir, mənim qəzamı gətirib bu Oğuzda verir. Demir ki, qoy soruşum görüm, bunun dərdi nədir, günah mındadır, nənəmdədir, dədəmdədir, günah kimdədir? Qabaqlar ağam misal çəkir, deyir ki, səni itirən tapandan çox söyünür. Mənzuru bu idi ki, sən niyə bu dünyaya gəlibsən ha? Aya sizin özdə də bıçırdı, hər kəs uşaq gətirib bu dünya pəşimandır. Yoldaşım var, çıxarıq eşkən nənəsi 2 seri, 3 seri zəng vurur. 17 gün bir seri gedib Tehranına qayıdıb gəlmişəm, ağamdan nənəm zəng vurmayıb ta övə qayıdıncaq. 1000 tümən kartımda olmaz, ağam indiyə kimi deməyib ki, bu 1 milyonu apar xəşdə ilə. Üzümdə kikətdir də, bir iş yoxdur ki, işləyən pul gətirəm. Keşavərzidir, işləyirəm ağama. Sən indi cavansan, du yeri pul qazan oğlan. Yatma bu qədər öydə, yolundan azan oğlan. Günlər başa çatdı, Agilayə yazan oğlan. El yazdan eşit, qalx ayağa, mərd hesabı. Dızlatma atanla ananı, az ver əzabı. El yazdan eşit, qalx ayağa, mərd hesabı. Dızlatma atanla ananı, az ver əzabı. Para için seviyorsan sevme beni, ben fakirim. Onun için gönül veriyorsan verme bana, ben fakirim. Onun için gönül veriyorsan verme bana, ben fakirim.